Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Esselatu vesselamu ala eşrefil enbiya ve mursalin. Ala seyyidina nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecmain. Rabbi şrah li sadri ve yassir li emri ve ahlul uqdeten min lisani yefkahu qavli. Allahumma anfa'ni bima allamtani ve allimni ma yanfa'uni ve zidni ilmen. Birinci, qardaşlarım, ilk növbədə özümə, sonrasında hər birinizə Allah subhanahu ta'aladan haqq təqvası ilə qorxmağı nəsiyyət edirəm. Və həqiqətən də uca o böyük Allah subhanahu ta'ala mübarək kitabında buyurur ki, sizin ən hörmətliniz Allah subhanahu ta'alanın dərgahını Allahdan ən çox qorxanlıdır. Allah subhanahu ta'aladan qorxmaq isə Allah ta'alanın bizə əmr etdiklərini yerinə yetirmək və nəyə ki bizlərə qadağan edibsə o şeylərdən çəkinməklə bu sifətə nail olmaq olar. Və Allah'a çox şükürlər olsun ki, Allah subhanahu ta'ala bizləri böyük bir neymətlə izzətləndirib. Bizlərə elə bir neymət bəxş edib ki, Allah subhanahu ta'ala biz ona nə qədər şükür həmd etsək də yenə də azdır. O da İslam neymətidir ki, Allah ta'ala bizlərə nəsib edib ki, Allah subhanahu ta'alanın qarşısında Allah'a təslim olan qullarına edib Allah ta'ala. Bu neymətə görə hər bir müsəlman Allah subhanahu ta'ala həmd etməlidir. Həmçə Allah ta'alaya çoxlu sayda şükürlər olsun ki, Allah subhanahu ta'ala bu qədər batil firqələrin içərisində Allah ta'ala bizləri seçərək salih sələflərin yolu ilə gedən qullarına edib. Və dua edirəm ki, Allah ta'ala bizləri daima Quran və sünnəyə tabi olan, Peyğəmbər s.ə.v yolu ilə gedən və o salih sələflərin yoluna tabi olan kimsələrdən etsin. Və bilin ki, qardaşlarım, hər bir müsəlman biz həmişə deyirik və yenə də söyləyirik ki, hər zaman istənilən bir məsələdən danışdığımız zaman çalışacaq ki, onu Quran və sünnə, Peyğəmbər s.ə.v-in dedikləri ilə, həmçinin sahabələrin və tabinlərin və salih sələflərinin yolunu əsaslandıraraq danışaq. Çünki bu mühümdür. Və bilin ki, Əhl-i-Sünnə İslamın əsasları ki var, hansı ki Peyğəmbər s.ə.v bizlərə xəbər vermişdi ki, Cəbrail əleyhissalamın hədisində hansı ki Cəbrail əleyhissalam Peyğəmbərimiz Muhammed s.ə.v-dən soruşduğu zaman ki, İslam nədir və Peyğəmbər s.ə.v ona ilk olaraq dedi ki, birinci şəhadət kəlməsidir ki, hansı ki hər bir müsəlmanın şəhadət etməsidir ki, Allahdan başqa ibadət layiq haqq ilah yoxdur və Muhammed onun qulu və rəsuludur. İkincisi, İslamın dayaqlarından namazı, zəkatı, orucu və Peyğəmbər s.ə.v həcci zikr etmişdir. Digər bir hədisdə isə, İbn Ömərdən gələn hədisdə isə Peyğəmbər s.ə.v buyurur ki, İslam 5 təməl üzərində əsas bina edilmişdir. Və Peyğəmbər s.ə.v bu təməlləri sayır, şəhadəti, namazı, orucu, zəkatı və həcci qeyd edir. Bunlar İslamın əsaslarıdır, İslamın dayaqlarıdır. Və Əhl-i-Sünnə vəl-Cəma sələf alimləri, Əhl-i-Sünnə, salih sələflər İslamın bu 5 dayaqlarının tərkində ixtilaf etmişlər. İslamın bu 5 dayağının tərkində ixtilaf etmişlər. İxtilaf etmişlər ki, onları birini və yaxud da ikisini və yaxud da hər 4-ünü tərk edən insan kafirdir yoxsa yox. Və inşallah Allah subhanahu ta'ala bizə nəsib etsin bu günləri mövzumuz bu barədə olacaq. Və deyilir ki, müsəlman bir kimsəni ittiham etməmişdən öncə mühümdür ki, hər bir müsəlman hər hansısa bir rəyə götürdüyü zaman digər qarşı tərəfin də dəlillərini, digər qarşı tərəfin də gətirdiyi dəlilləri oxumasıdır. Oxuyub, o dəlilləri biləndən sonra o qarşı tərəfi ittiham etmək olar və yaxud da olmaz, onda ona aydın olacaq. Lakin bu günləri günümüzdə çox təəssüf ki, müsəlmanlar, bədbəxtçiliyimiz ondadır ki, biz qarşı tərəfin dəlillərini oxumuruq, öyrənmirik. Öyrənmirik ki, görək digər tərəfdə olanlar bizə nə dəlili gətirirlər, hansı sübut gətirirlər. Lakin biz alimlərin kitablarına baxdıqda, məsəl üçün İbn Qeymin Tərk-ü Salata baxdıqda, namazı tərk edən hökmü adlı kitabına baxdıqda, biz görürük ki, İbn Qeym rahiməhullah ilk öncə nəyi gətirir? Namazı tərk edəni
böyük küfür sayanların dəlillərini gətirir. Ki, onlar hansı dəlillər gətiriblər ki, namazı tərk edən həqiqətən də böyük günah sahibidir. İslam dairəsindən çıxar. İkinci hansı o kəslərin dəlillərini gətirir ki, İbn Qeym hansılar ki, deyirlər ki, namazın vacibiyyətini inkar etmirsə bir insan, hər hansısa bir səbəblər, tənbəllik və s. səbəblər gətirirsə, o insan müsəlmandır və onların dəlillərini qeyd edir. İbn Qeym hər iki tərəfin də dəlillərini, sübutlarını gətirdikdən sonra üçüncü artıq öz nəticəsini verir ki, bu iki tərəfin dəlillərindən hansı bir nəticəni çıxarır. Bax, müsəlman bax, bu cür nə olmalı? Ona görə də alimlər deyirlər ki, görürsən ki, bir tərəfin, yəni, öz dəlillərini oxuyub öyrənəndən sonra qarşısındakının qarşı tərəfi ittiham edirlər. Nədə ittiham edirlər? İrcalıqda, yəni murciəlikdə ittiham edirlər. Həmçinin təkfir edirlər, həmçinin fasiq adlandırırlar, həmçinin bidətçi adlandırırlar. Bunların hamısına səbəb nədir? Qarşı tərəfin dəlillərini oxumama, öyrənməmək, bilməməkciklərdir. Ona görə də deyir ki, buna görə də görürsən ki, deyir, qardaşlar arasında münasibətlər deyir, həmişə nə olur? Pozulur. Küskünçülük yaranır. Bir-birinə qarşı müsəlmanlar arasında nifrət, kin, kudurət yaranır. Görürsən ki, gəlir deyir ki, qardaş, mənə niyə görə xavaric deyirlər? Və yaxud da obrisi gəlir deyir ki, mənə niyə görə murci adlandırırlar? Deyirəm ki, qardaş, sən qarşı tərəfi nə adlandırırsan? Deyir ki, mən ona murci deyirəm. Niyə görə deyirəm deyir? Deyir ki, o namaz qılmayanı nədir? Müsəlman sayır. Deyirəm, qardaş, sən onu murci adlandırırsan, namaz qılmadığına görə, namaz qılmayan müsəlman saydığına görə, o da səni xavaric adlandırır nə üçün? Sən də namaz qılmayan nədir? Kafir saydığına görə. Görürsən ki, bu səbəbdən bir-birlərinin arasında nə yaranır? Ziddiyyət yaranır, mübahisələr yaranır, qeybət yaranır, böhtən atırlar bir-birlərini. Halbuki, biz əslə qayıtsaq, Qurana və sünnətə qayıtsaq, sahabələrin sözlərinə qayıtsaq, biz görərək ki, İslamın dayaqlarında əhl-i-sünnə nə edib? İxtilaf edib. İxtilaf edib əhl-i-sünnə. Və hər iki tərəfin də gətirdiyi dəlillər Quran və sünnəyə əsaslanaraq gətirilən dəlillərdir. Hər iki tərəf də əhl-i-sünnətin mövqeyinidir. Lakin bir-birlərinə edmirlər, yola gedmirlər. Amma yenə də qayıdırıq əsasa, mənbəyə qayıdırıq, görürük ki, sahabələr, alimlər, hətta bir-birlərinə zid olan rəydə olsalar da belə heç vaxt Şeyx Hüseymin, rahiməhullah, Albani üçün deməzdi ki, o murciədir. Heç vaxt murciə Albani, rahiməhullah da Şeyx Hüseymin üçün əksini deməmişdi ki, o xavaricdir. Halbuki, hər ikisi də ayrı-ayrı rəylərdə, fikirlərdə olurlar. Lakin heç vaxt bir-birlərini ittiham etmirlər, bir-birlərinə zid gelmirlər. Əslən, sələflər bax belə olurlar. Əslən, sələflər bax bu cür nə olur. Ona görə də bu günləri inşallah Allah Subhanahu taalanın izni ilə əhl-i-sünnətin, yəni İslamın əsaslarını tərk edən hökm barəsində danışacaq ki, əhl-i-sünnə nə deyir bu barədə? Bu barədə neçə dənə rəy var əhl-i-sünnətdə? Və inşallah çalışacaq ki, bunu geniş şəkildə nə edək? İzah edək. Və bilin ki, dediyimiz kimi, bütün bunlar müsəlmanlar arasında nə söz-söhbətlərə səbəb olur. Lakin baxın, görün Peyğəmbər s.ə.v nə buyurur? Deyir ki, kim bir mömin haqqında onda olmayan bir şeyi deyərsə, baxın, kim bir mömin haqqında onda olmayan bir şeyi deyərsə, Peyğəmbər s.ə.v buyurur. Allah s.ə.v onu rəğbətül həbələdir, atardır. Rəğbətül həbəl, alimlər deyirlər ki, cəhənnəm əhlinin bədənindən axan irindir. Cəhənnəmdə olan bir yerdir ki, orada cəhənnəm əhlinin bədənindən axan irin axır. Peyğəmbər s.ə.v buyurur, kimdir bir mömin haqqında onda olmayan bir şey deyərsə, Allah s.ə.v deyir, onu ora salardır. Eyni ilə ircalıqda kimisə ittiham etmək, eyni ilə təkfir etmək kimidir. Eyni ilə fasik demək kimidir. Eyni ilə bir kimsəyə bidətçi demək kimidir. Ona görə də müsəlman daima nə etməlidir? Bu dilini qorumalıdır. Dilini qorumalıdır ki, bu dil səbəb olmasın ki, o insanın bütün əməllərinin batıl olmasına və bu dilin səbəbi ilə qardaşına böhtan atdığına görə gedib cəhənnəmə düşsün. Ona görə də mömin dilini daima nə etməlidir? Qorumalıdır. Baxın, görün sonra Peyğəmbər s.ə.v nə buyurur? Deyir ki, Rasulullah s.ə.v bir müsəlman, digər müsəlman qardaşının haqqı tapdalandığı, şərəf və layiqəti alçaldığı zaman köməksiz tərk edib gedərsə, Allah subhanət hala onun köməyinə ehtiyac olduğu zaman köməksiz qoyardır Allah talanı. Və sonra Peyğəmbər s.ə.v buyurur ki, bir müsəlman, digər müsəlman qardaşına haqqı tapdalandığı, şərəf və layiqəti alçaldığı zaman kömək edərsə, Allah subhanət hala da ona köməyinə ehtiyac olduğu zaman Allah taala ona yardımcı olar. Bu düşmənçilik, bu kin, bu küdürət nəyə görə yaranır? Əsas səbəblərdən biri odur ki, bu günləri çalışırlar ki, o hiləgərlər hansı ki,
başda dayanıblar. Onlar çalışırlar ki, əhl-i sünnət cəmaatına, sələflər hansı ki, Allah Subhanahu taalanın dininin dəvətçiləridir, Allahın dinini insanlara çatdırırlar, onları gözdən salmağa. Çalışırlar ki, tələbələri ilk öncə, hansı ki, tələbələr ki, oxuyublar, gəliblər, elm alıblar, alimlər görüblər, hansı ki, gəliblər bizim ölkədə Allah Subhanahu taalanın dinini təbliğ edirlər, insanlara çatdırırlar. İlk növbədə çalışırlar ki, onları elə bir şəkildə qələmə versinlər ki, İslam'a yeni gələn, namaza yeni başlayanın gözündə elə bir tər şəkildə onu canlandırırlar ki, artıq onun adı eşidəndə onun beynində bir dənə şey formalaşır. Ondan heç nə götürməmək. O tələbəyə qulaq asmır. Halbuki heç onu görməyib, heç onu eşitməyib belə. Bircə dəfə oturub oyuna söhbət eləməyib ki, qardaş, sənin bu məsələdə fikirlərin nədir? Sənin bu məsələdə niyə görə bunu söyləyirsən? Niyə görə belə deyirsən? Dəlillərin nədir? Necə ki, biz keçən dəfə də misal çəkmişdik. Muhammed ibn Abdülvahabın adı gələndə cahilə, cahil elə düşünür ki, Muhammed ibn Abdülvahabın adı gələndə bir dənə şey canlanır onun beynində, Vahabili. Vəssalam. Halbuki, Muhammed ibn Abdülvahabı rahiməhullahın kitabını oxuyan insan bilir ki, o insan orada Allah və Rasulun kəlamından başqa bir söz deməyib. Eynilə bunlar da belədir. Çalışırlar ki, tələbələri nə etsinlər? Gözdən salsınlar. Elə bir tərzdə gözdən salsınlar ki, onların adı belə eşidiləndə insanlar onlardan qaçsınlar, uzaqlaşsınlar, dərslərinə qulaq asmasınlar. Amma adil olan bir kimsə, haqqı axtaran bir kimsə, daima hər iki tərəfin də dəlillərini nə edər? Oxuyar, araşdırar. Ona görə də alimlər deyirlər ki, insan sevdiyi kimsənin xətalarını heç vaxt görmür. Sevdiyi kimsənin xətalarını heç vaxt görmür. Eynilə də alimlər deyirlər ki, kin, kudurə, nifrət bəslədiyin insandan heç vaxt heç bir şey götürmək istəməzsən. Çünki artıq sənin qəlbində ona qarşı o qədər kim var ki, o insan haqqı da desə belə, sənin üçün onun haqqı nədir? Qəbul edilməzdir. Baxın, görün, İbn Qeym rahiməhullah nədir? Deyir ki, uca Allah haqqı qəbul etmək istəməyən kimsələri sərt olaraq məzəmmət etmişdir. Onlara nifrət, kin, ədavət bəslədikləri kimsələrdən haqq gəldiyi zaman onu qəbul etməz, lakin sevdikləri kimsələrdən bunu isə qəbul edərlərdir. Görürsünüz? İnsan kin, küdurət, nifrət bəslədiyi insandan haqq gəlir, belə onu qəbul etmək istəmir. Və deyir ki, bu Allahın qəzəbi altında olan bir qövmündür sifətidir. Allahın qəzəbi altında olan bir qövmün sifətidir ki, onlara haqq deyildiyi zaman belə nifrət etdiyi, kim bəslədiyi kimsədir deyə ondan qəbul etmək istəmir onu. Amma Allahdan qorxan bir kimsə hər iki tərəfində dəlillərini araşdırar. Oturar, gedər o insanın yanına soruşar, görün qardaşım, sən niyə görə belə deyirsən? Sənin dəlilin əsası nədir bunu demək? Və ona görə də bu cür şeylərə əhəmiyyət verilmədiyi üçün müsəlmanlar arasında bu günlərə nədir? Fitnə fəsad var. Müsəlmanlar arasında kin, kudurət var. Və bu ittihamlardır ki, hansı ki ircalıqda ittiham etmək, bidətçilikdə, fasilikdə ittiham etmək. Bilin ki, bu təkcə bu günə, bizim bu günə aid olan bir məsələ deyil. İttiham etmək daima olub. Daima sələfləri, əhl-i sünnəti daima ittiham ediblər. Elə ircalığın özündə ittiham ediblər, vallahi. Bu günləri bizə qəribə gəlməsin ki, yalnız bizim tələbələrdir ittiham olunan ircalıqda. Xeyr. Bundan qabaq, bizdən qabaq yaşamış alimləri də ittiham ediblər. Onlardan qabaq yaşamış tabinləri belə ittiham ediblər ircalıqda. Baxın, görün, Şeyx Albani rahiməhullah nədir? Səhih silsilədə. Şeyx Albani əsrin mühəddisi. Bu qədər Şeyx Hüseymin deyir ki, elə hədislər var idi ki, mən o hədisləri səhih bilib insanlara deyirdim bu hədisləri. Şeyx Hüseymin deyir bunu. Lakin deyir, Allah rəhmət eləsin, deyir, Şeyx Albani rahiməhullah o kitabları təhqiq etdikdən sonra mən öz bir çox rəylərindən dönmüşəmdir. Qayıtmışam o rəylərindən. Çünki o hədislərin zəif olduğunu bilmişəmdir. Ümmət üçün görünə boyda iş görüb. Lakin onu da ircalıqda ittiham ediblər. Kim ittiham edib? İxvanların başçısı Səfər Həvali. Zahiratul İrca adlı kitabında şeyxi ittiham edir. Nəyə görə ittiham edir? İttiham edir ki, nə üçün şeyx namaz qılmayanı müsəlman sayıb? Allahu Ekber. Günümüzdəki məsələ deyil bu. Namaz qılmayanı müsəlman saydığı olur, sənə deyirlər ki, sən murciyəsən, irca əhlisən. Eyni ilə Səfər Həvali də şeyxi ona görə ittiham etmişdir. Baxın, görün şeyx nədir? Deyir ki,
O səfər həval edir, məni ittiham edir. Halbuki mən kiçik bir məsələdə belə irca əhlinə müxalifəmdir, şeyx deyir. Kiçik bir məsələdə də belə deyir, mən irca əhlinə müxalifəmdir. İrca əhli deyir ki, iman artmaz, azalmaz, amma mən deyirəm, iman artar və azalar. İrca əhli deyir, əməllər imandan deyil, amma mən deyirəm ki, əməllər imandandır. İrca əhli deyir ki, mömin dedikdə istisnanı şərt qoşmaq olmaz. Amma mən deyirəm ki, kimsə özünə mömin deyirsə deməlidir ki, inşallah mən möminəm. Necə də deyir, şeyx görün nə gözəldir. Necə də dünənki gündür, bugünkü günə bənziyirdir. Abdullah ibn Mübarakın misalını gətir. Abdullah ibn Mübarak da 7 böyük tabiindən biridir. Bir gün biri gəlir, onun yanına deyir ki, ey Mübarak deyir. Eşitmişəm ki, qocalmısan, artıq deyir, murciə eləysən də əmələ gəlib deyir. Subhanallah, buna bax. Buna Albani deyir, Abdullah ibn Mübarak da misal gətirir. Bir nəfər gəlir onun yanına deyir, şeyh, eşitmişəm qocalmırsan, artıq səndə deyir, murciə eləyi baş verirdir. Subhanallah, şeyh nə qaydır ona deyir, Allaha and olsun deyir, mən deyir, ən kiçik məsələdə belə onlara müxalif olmuşum. Mən deyirəm, əməllər imandandır. Mən deyirəm, iman artar və azalar. Mən deyirəm ki, insan özünə mömin dedikdə inşallah mən möminəm deməlidir. Mən hakimlərə qarşı çıxmağı görmürəm. Amma irca əhli bunların əksinidir. Hakimə qarşı çıxmağı da görür. Ona görə İmam Əhməd rahimehullah nə deyir? Xavariclərə deyir, murciədir. Xavariclər deyir elə murciə, çünki onlar hakimə qarşı çıxmağı icazəli görürlər. Görürsünüz? Deməli, bu günləri qardaşlara murciə, irca əhli demək yeni bir şey deyil. Bu olub. Alimlərdə də olub, alimlər üçün də deyilib, tabinlər üçün də deyilib. Ona görə bu yeni bir şey deyil. Daima həmişə əhl-i sünnətin, salih sələflərin dəvətçilərini gözdən salmaq üçün insanlar həmişə olub. Çünki Allah Teala Quran-ı Kərimdə Peyğəmbər s.ə.v üçün buyurur. Deyir ki, mən sənin üçün cinlərdən və insanlardan düşmənlər xəlq etmişəm. Əgər Peyğəmbər üçün düşmənlər var idisə insanlardan və cinlərdən, sözsüz ki, sıravi müsəlmanlar üçün bu daha çoxdur. Həmişə olub ki, sələfət dəvətinə qarşı işləyənlər olub və çalışırlar ki, onları gözdən salsınlar. Mənim buradan müraciətim o hiləgərlara deyil, o başçılarına deyil. Onların ətrafında olan qardaşlaraydı ki, hansı ki, onların hiləsinə uyublar. Onlara da ki, ədalətli olsunlar. Ədalətli olsunlar və bir məsələni tam araşdırmamış heç kəs barəsində hökm verməsinlər. Heç kəs barəsində hökm verməsinlər. Hökmləri də nə üçündür? Subhanallah. Nə üçün namaz qılmayanı kafir görmürsünüz? Nə üçün yaşadığınız torpaqları darul küfür görmürsünüz? Nə üçün müsəlmanların kəsdiyi ətləri siz yeyirsiniz? Nə üçün Allahın hökmü ilə hökm verməkdə halal şərtini şərt qoşuyorsunuz? Nə üçün bu qədər şeyləri hamısını əsassız, dəlilsiz, sübutsuz gətirib müsəlmanları nə edirlər? Tələbələri, dəvətçiləri çalışırlar ki, ircalıq damğasını vursunlar və onları gözdən salsınlar. İndi, baxın, görün, Şeyx Abdülaziz Ubeydullah Əl-Cəbiri görün nədir? 1422-ci ildə Ciddə şəhərində keçirilən 4-cü Sələfi alimlərinin iclasında Sələfi hədis alimlərinin etiqadlı adlı dərsində ona sual verirlər. Namazı tərk edənin hökmü barəsində soruşurlar ki, şeyx, namazı tərk edən hökmü barəsində nə deyə bilərsiniz? Bizə bir açıqlama verəsiniz. Diqqətlə qulaq asın. Şeyx gör nədir? Bu günləri namazı tərk edəni kafir saymaq lazımdır. Bunu özü o etiqadda olduğuna görə demirəm. Bu günləridir namazı tərk edəni kafir saymaq lazımdır. Əks təqdirdə sən murci olacaqsan. Allahu Ekber. Sonra görə nədir? Deyir ki, bu səhv və əsl murciyəliyi başa düşməməkdir. Əsl murciyəliyi başa düşməməkdir. Muhaddis, mücahid olan Şeyx Muhammed Nəsrəddin Əl-Albani bizimlə bu məsələdə razıdır. Onun etiqadı doğrudur. Bizlərin hər biri və o da daxil olmaqla deyirik ki, iman dil ilə iqrar, qəlb ilə təsdiq və əzalar ilə əməl etməkdir. İman itaətlə artır, asiliklər nə edir? Azalırdır. Ona görə də şeyxi ircalıqda ittiham edənlər ya ircalığın nə olduğunu anlamayıblar, ya şeyxi tanımırlar, ya da birbaşa böhtan atırlar.
mən deyərdim ki, elə böhtan atırlar. Böhtan atırlar. Çünki çalışırlar ki, şeyxi gözdən salsınlar. O dövr üçün şeyx sağ olanda böyük bir dəvətçi idi. Böyük bir dəvətçi idi. Onun fətvaları, onun sözləri hər bir yerdə keçirdi. Şeyx Hüseyin Rahiməhullah, Şeyx Hüseyin Rahim Afrikada baş verən üsyanları yatırırdı bir dənə zənglə. Bir dənə zənglə. Hakimə qarşı çıxanlar bir dəfə zəng edirdilər Şeyx Hüseyin. Şeyx Hüseyin dedi ki, olmaz. Və o dəqiqə silahlarını qoyub yerə təslim olurdular. Eyni Şeyx Albani də, yəni o cür neydi onun sözü keçərlisi, sözünün tutumu. Ona görə çalışırdı, o Səfar Həvali kimi insanlar o zamanda onu gözdən salsınlar. Bugün də elədir. Dəvətin başında gedən qardaşlar var, hansı ki Allah Subhanahu taalanın dinini çalışır, onları vırsınlar. Vırsınlar ki, onları gözdən salsın, keç onlarda heç bir şey götürməsin. Diqqətlə qulaq alsın, görün sonra nə deyir. Şeyx deyir ki, biz şahidlik edirik ki, şeyx ona atılan ittihamlardan uzaqdır. Bundan şeyxi ittiham edənlərə bir neçə sualla müraciət etmək istəyirəm. Baxın, buradan şeyxi ittiham edənlərə bir neçə sualla müraciət etmək istəyirəm. Mən də buradan müraciət edirəm onlara. Şeyxi ittiham edənlər, Allah xatirinə mənə Quran və sünnədən dəlil olaraq söyləyin, görüm. Görüm, nə fərqi vardır Şeyx Albani Rahiməhullahın, Şeyx Albani ilə namazın tərkini kafir görməyən digər alimlər arasında nə fərq var? Şeyx Albani Rahiməhullah namazın tərkini kafir görmədiyi kimi İmam Əbu Hanifə, İmam Şafi, İmam Məlik, İmam Zuhri, İmam Əhməd namazın tərkini kafir görməyiblər. Deyir, nə fərq var onların onun arasında, deyir. Və sonra nə deyir? Nə fərqi vardır, deyir, onunla digər əhl-i sünnə alimlər arasında, hansı ki, etiqad edirlər ki, qəlblərində zərrə qədər xardal dənəsi boyda iman olan bir kimsə cəhənnəmdə, ateşində əbədi qalmayacaq. Məgər siz iddia etmirsinizmi ki, zahiri əməllərin tərki küfürdür və o kimsə kafirdir? O zaman hansı əməldir ki, müsəlman bir kimsə onu tərk etdiyi zaman kafir olur? Hansı əməli tərk etməlidir ki, kafir olsun, deyir. Məgər əhl-i sünnə, İslamın əsasları 4 sütunun tərk edənin müsəlman görməyiblərmidir? Məgər əhl-i sünnə İslamın 4 sütununu tərk edənidir, müsəlman görməyiblərmidir? Qoy, deyir, cavab versinlər. Əgər bu əhl-i sünnətdən olan bir görüşdürsə, əhl-i sünnətdən olan bir rəydirsə, sənin nə ixtiyarın var ki, sən digər tərəfi ittiham edirsəndir? Bilin ki, Əhl-i Sünnə vəl Cəmaə İslamın dayaqlarında olan birincisi, hansı ki, şəhadət kəlməsi var. La ilahe illallah Muhammed Rasulullah. Şeyx İbn Teymi Rahiməhullah deyir ki, Əhl-i Sünnə ittifaq edib, qardaşlar. İttifaq edib ki, heç bir burada ixtilaf yoxdur. İttifaqdır ki, bir kimsə şəhadət kəlməsinin dili ilə tələffüz etmədikcə müsəlman olmaz. Əgər bir kimsə şəhadəti dili ilə söyləmirsə, o insan nədir? Kafirdir. O insan kafirdir. Burada Əhl-i Sünnə heç bir ixtilaf etmir. Əksinə icma ediblər, ittifaq ediblər. Digər rükunlara gəldikdə isə namazdır, orucdur, zəkatdır, həzdir. Bax, ixtilaf bu dövründədir. Bugün də Allah Subhanahu taalanın izni bu dövründən danışacaq ki, bunda neçə dənə rəy var, hansı alimlər hansı rəyi dəstəkləyiblər, kimlər nəyi deyiblər. Muhammed ibn Abdülvahhab Durarüs-Səniyyə kitabında deyir ki, gör nə deyir? Bir kimsə hansı günahdan ötürü təkfir edilir və hansı günahdan ötürü onunla savaşılır deyə soruşan bir kimsəyə belə bir cavab vermişdir. İslamın rükunları 5-dir. Bunların birincisi şəhadət kəlməsidir. Sonra digər rükunlar gəlir. Bu rükunlardan birini bir kimsədir, bu rükunları iqrar etdiyi halda tənbəllik səbəbi ilə tərk edərsə, biz o kimsə ilə o rükunu tərk etdiyindən ötürü savaşsaq da, onu öldürsək də, əsla o kimsəni təkfir etməlidir. Fərziyyətinin inkarsız. Sözsüz ki, burada biz dediyimiz zaman, yəni o 4 dənə rükun var, hansı ki, namazdır, orucdur, zəkatdır, həcdir. Bunların sözsüz ki, fərziyyətini inkar etmədən deyirik. Fərziyyətini inkar etmə. Əgər bunların fərziyyətini inkar edərsə, o insan nədir? Kafirdir. Heç oyuna söhbət eləməyə dəyməz. Sözsüz ki, burada gedir o kəsdən ki, hansı ki, namazın vacib olduğunu deyir, bəli,
Bilirəm, Allahın əmridir, vacibdir, qılacam. Namaz, orucdur, zəkatdır, həcdir. Və görün nədir Abdülvahab? Fərziyyətini inkarsız, tənbəllik səbəbi ilə bir rukunu tərk edənin küfründə alimlər ixtilaf etmişlər. Baxın, yenə də oxuyuram. Fərziyyətini inkarsız, tənbəllik səbəbi ilə bir rukunu tərk edənin küfründə alimlər ixtilaf etmişlər. Bütün alimlərin küfründə icma etdikləri şeyi biz də təkfir edirik. Bütün alimlərin küfründə icma etdikləri şeyi biz də təkfir edirik. O da şəhadət kəlməsidir. Bu da şəhadət kəlməsidir. Biz də bunda ittifaq edirik ki, əgər bir insan tələffüz etməsə şəhadət kəlməsi, o insan kafirdir. Lakin digərlərində bütün alimlər nə ediblər? Küfründə ixtilaf ediblər. Ki, o insan kafirdir, yoxsa yox. İbn Teymiyyə rahimehullah deyir ki, artıq müsəlmanlar ittifaq ediblər ki, hər kim şəhadət kəlməsi ilə gəlməzsə, yəni onu tələffüz etməzsə, o insan kafirdir. O ki, qaldı İslamın şəhadətdən sonra olan 4 rukununa, namaz, oruc, zəkat və bu barədə, yəni bunların tərki barəsində müsəlmanlar ixtilaf etmişlərdir. Bu barədə müsəlmanlar nə etmişlər? İxtilaf etmişlər. İbn Teymiyyə rahimehullah deyir. Və İbn Teymiyyə rahimehullah Məcmu Fətavasında həmin o ixtilafın 5-ini də zikr edir. Ki, hansı alimlər hansı rəyi dəstəkləyib və hansı rəyi üstünlüyü veriblər. İnşallah bunları bir-bir hamısından zikr edək. Birinci rəy. Birinci rəy şəhadət kəlməsindən. Yəni, bütün bu rəyləri saydığımız zaman bilin ki, şəhadət kəlməsi xaricdir. Şəhadət kəlməsindən başqa kim 4 əsasdan birini tərk edərsə, namaz, oruc, zəkat, həc, bu 4 dənəsindən birini tərk edərsə, o insan kafirdir. İmam Əhməddən gələn bir rəydə, İmam Əhməd bu rəydə olur ki, bu 4-dən birini tərk etdirsə insan, istəyir namazı tərk etsə, o insan kafirdir. İstəyir zəkatı, istəyir orucu, tərk etsə, o insan kafirdir. Əbu Bakır Əl-Həllər rahimehullah deyir ki, bu fikirdəydir. O deyir ki, namaz dirəkdir. Üzərində isə hər bir şey bina edilmişdir. Əgər dirək olmazsa, üzərində olan da olmayacaqdır. Bu şeylərdə İslamın sütunları olduğu üçün biri olmazsa, o kimsənindir, İslamıdır, yoxdur, deyir artıq. Bu birinci rəydir əhl-i sünnətdə. İkinci rəy şəhadət kəlməsindən başqa İslamın 4 dirəyindən birini tərk edən kimsə, onların vacibliyini inkar etmədən tərk edərsə, bax bu 4 dənədən birini, onların vacibliyini inkar etmədən tərk edərsə, o insan müsəlmanıdır. Bilir ki, bunları yerinə yetirmək vacibdir. Lakin hər hansısa bir səbəbdən, tənbəllik və s. səbəblər qoymur ki, onu bu fərziyyəti yerinə yetirsin. Alimlər deyirlər ki, bu kimsə müsəlmandır. İmam Əbu Hanifə və tələbələri, İmam Məlik, İmam Şafi, eyni zamanda İmam Əhməd də bir rəyində, o rəydədir ki, bu 4 dənə rukundan tərk etdiyi zaman, fərziyyətini inkar etmədən tərk edərsə, o insan nədir? Müsəlman sayılır. Və bəziləri qeyd edirlər ki, İmam Əhməd mütləq şəkildə təkfir edərdi və onun bundan başqa rəyi yoxdur. Görürsən ki, şübhə atmasın, deyirlər ki, İmam Əhmədin bir dənə rəyi olur bu. O da ki, namaz məsələsidir, namazı da yoxsa insan kafir sayılır. Bu əsla belə deyil. İmam Əhmədin, İbn Teymiyyə rahimehullah Məcmu Fətavasında bunu qeyd edir, 5 dənə rəyin 5-ində də rəyi var. Və alimlər də ixtilaf ediblər ki, hansını öncə deyib, hansını sonra deyib. Heç kəs ona deyə bilməz ki, onu birinci deyib və yaxud da namazı tərk edəni müsəlman görüb birinci olub, o obusu sonra olub. Alimlər bunu ayırt edə bilməyiblər. Gördüyümüz kimi onun digər rəyləri var. Lakin alimlər qeyd edirlər ki, heç kəs bilmir hansı daha öncə nədir söylənilmişdir. Ona görə də İmam Əhməddən gələn sözlərdən birində İmam Əhməd deyir ki, insan İslam dairəsindən böyük şirk etmədikcə və Allahın fərz etdiyini inkar etmədikcə çıxmazdır. O ki, qaldı tənbəllik səbəbi ilə birini tərk edənə, tənbəllik səbəbi ilə vaciblərdən birini tərk edənə, onun halı Allahdan asılıdır. İstəsə Allah Subhanahu onu bağışlayacaq, istəsə Allah Subhanahu onu nə edər? Cəzalandırardır. Bu ikinci rəy. Üçüncü rəy, qeyd edirlər ki, namazı yoxdursa, o insan nədir? İstəyir tənbəllik səbəbi olsun. İstəyir tənbəllik olmasın. Əgər bir kimsənin namazı yoxdursa,
o insan kafirdir. Qalan 3 sütunu tərk edərsə, o insan kafir sayılmır. 3-cü rəy yalnız və yalnız namazı götürür. Bu rəydə kimlərdir? Məlikilərdən, yəni Məliki alimlər, İmam Məlik özü yox, İmam Məlik özü 2-ci rəydə idi, dediyimiz kimi. Məliklərdən, Şafilərdən və Həmbəllərdən bəzi və həmçinin İmam Əhməd də özü burayda olub. 4-cü rəy, onlar deyirlər ki, 4-cü rəyi dəstəkləyən Əhl-i-Sünnə və Cemaat alimləri deyirlər ki, namaz və zəkatı tərk edən kafirdir. Qalan 2 sütunu tərk edən isə kafir deyil. 4-cü rəy deməli, namazla zəkatdır. Orucla həcci tərk edən isə kafir deyildir. 5-ci rəy, dəstəkləyən Əhl-i-Sünnə alimləri deyirlər ki, namazı, zəkatı tərk edərsə və imam onlarla döyüşərsə və onlar da imama zəkatı verməkdən imtina edərlərsə, o insan nədir? Kafir sayılır. Digər orucla həccə isə bunları tərk edən kafir deyildir. Bu Əhl-i-Sünnə və Cemaatdan gələn 5 dənə rəydir. Şeyxülislam İbn Teymiyyə rahimehullah Məcmu Fətavasında 7-ci cild 609-cu səhifədə, həmçinin 7-ci cild 209-cu səhifədə bunların hamısı nə etmişdir? Qeyd etmişdir. Həmçinin İman kitabında 355-ci səhifədə, həmçinin 354-cü səhifələrdə Şeyxülislam İbn Teymiyyə bunları qeyd etmişdir. Yenə də oxuyacaq ayrıca. Üzərində ən çox ixtilaf olunan, yəni bu 5 rəydən üzərində ən çox ixtilaf olunan 14 əsrdir Əhl-i-Sünnə alimlərinin bir-biri ilə belə deyək, gözəl bir tərzdə münaqişə etdikləri ancaq bu 5 dənə rəydən 2 dənə rəydir. Hansı ki, Əhl-i-Sünnə alimləri bunun üzərində bir-biri ilə nə ediblər? Bugünə kimi və yəqin ki, inşallah qiyamətə kimi bu barədə nə ediblər? Münaqişə edəcəklər. O rəylərdən dediyimiz kimi bu 4 dənə fərziyyətini inkar etmirsə, həmçinin fərziyyətini inkar etmədən tənbəllik səbəbi ilə bunu tərk edən müsəlman sayan alimlərin rəyidir. Və ikinci rəydə hansı dediyimiz kimi namazdır ki, onlar qeyd edirlər ki, digər 3 rükünü tərk etsə kafir deyil, yalnız namazdır ki, onu tərk etdiyi zaman kafir sayılır. Bu 2 dənə rəydir ki, Əhl-i-Sünnə alimləri arasında böyük ixtilafa səbəb olmuşdur. Zəkat, oruc, həcci gəldikdə isə nə üçün zəkat, oruc, həcci tərk etdikləri zaman alimlər namaz, oruc, deməli, zəkat, oruc, həcci tərk edənləri müsəlman sayıb, kafir saymırlar. Birinci zəkat məsələsinə gəldikdə isə Səhih Müslimdə 987 nömrəli bir hədis var. Peyğəmbər sallallahu əleyhi və səlləm həmin hədisdə zəkat deməli mal qarası, atı, dəvələri, qoyunları olan bir kimsə barəsində danışır ki, hansı ki onların zəkatını vermirdi. Və qiyamət günü Allah Taala cəza olaraq həmin o heyvanlar ayaq altına atıb onu tapdalayacaqlar. Və Peyğəmbər sallallahu əleyhi və səlləm həmin hədisin sonunda deyir ki, Allah Subhanahu taala o kimsəni istəsə ya cənnətə, ya da cəhənnəmə salacaqdır. Ona görə alimlər deyirlər ki, əgər kafir olsaydı o cənnətə girməzdi. Allah Taala birbaşa ilə onu cəhənnəmə salardı. Ona görə İmam Mərvəzi Qadrus Salihdə deyir ki, zəkatı tərk edən kafir deyildir və müşrik də deyildir. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm buyurdu ki, ola bilsin ki, onu cənnətə salsın Allah Taala. Həmçinin İmam Əhməd, İmam Şafi, İmam Məlik, Hüseymin, Albani, İbn Bas, Allah onlardan razı olsun, hər biri də buraya dəstəkləmişlər ki, zəkat verməyən bir müsəlman kafir deyildir, müsəlmançılığında qalır. İkinci, oruc məsələsidir. Nə üçün oruc verməyən insanı Əhl-i-Sünnə alimləri müsəlman saymışlar? Oruc məsələsinə gəldikdə isə alimlər qeyd edirlər ki, bir kimsə bilə-bilə orucunu pozarsa və qəsdi olaraq oruç tutmazsa, o kimsə icma ilə kafir deyildir və İslam dairəsindən çıxmır. İmam Mərvəzi yenə Qadrus Salihdə qeyd edir ki, bütün alimlər, bütün ölkələrdə qeyd edirlər ki, bilə-bilə öz orucunu pozan kimsə kafir sayılmaz. Bilə-bilə öz orucunu pozan kimsə kafir sayılmaz. Üçüncü, həc məsələsidir. Həc məsələsinə görə gəldikdə isə alimlər qeyd ediblər ki, əgər oruc və zəkat, hansı ki daima namaz ilə bərabər adı çəkilir, bu şeyləri tərk edən, yəni orucla zəkatı tərk edən insan kafir sayılmırsa, həcci tərk edən kimsə isə bundan öncə daha əvvəldir ki, o insan nədir? Kafir sayılmasın. Ona görə də orucdur, zəkatdır və həcdir. İslamın bu 3 rukununu, bu 3 dayağını tərk edən bir kimsə, sözsüz ki, fərziyyətini inkar etmədən,
Yəni tərk etmək odur ki, o insan sadəcə nə etmir? Oruç tutmur, deyir tutmayacam, zəkat verməyəcəm və yaxud da həcc etməyəcəm. O insan müsəlman sayılır. Bu əhl-i sünnətin alimlərinin nədir? Görüşüdür, rəyidir. O iki rəy, hansı ki əhl-i sünnə və cəmaat o günə kimi o iki rəy üzərində daima bir-birlə müdaqişə aparırlar. O iki rəyə gəldikdə isə İbn Teymiyyə rahimehullah qeyd edir ki, alimlər İslamın 4 rükununu tərk edənin təkfiri barəsində ixtilaf etmişlər. Onların vacibliyini etiqad etmək şərti ilə. İmam Əhməddən bu barədə bir neçə görüş vardır. Alimlərin birinci rəyi odur ki, İslamın istənilən rükununu tərk edən kafirdir. Hətta həcci də. İkinci görüş odur ki, vacibliyini inkar etmədən bunların hamısını tərk edən kafir deyildir. Bu görüş bir çox fəqihlərin görüşüdür. İbn Teymiyyə rahimehullah deyir. Baxın. İbn Teymiyyə rahimehullah deyir ki, vacibliyini inkar etmədən bunların hamısını tərk edən bir kimsə kafir deyildir. Və İbn Teymiyyə rahimehullah deyir ki, bu bir çox fəqihlərin nədir? Görüşüdür. İmam Abu Hanifə, İmam Malik, İmam Şafi və İmam Əhməddən gələn bir görüşdür. Həmçinin İbn Teymiyyə deyir ki, İbn Battah da rahimehullah da bu rəydədir. Üçüncü görüş namazdan başqa tərk etdiyi digər rükanlarına görə kafir sayılmır. Bu da İmam Əhməddə olan üçüncü görüşdür. Həmçinin Məliklərdən və Şafilərdən bəzi alimlərin rəyləridir. Dördüncü deyir, namaz və zakatı tərk edən kafir olur. Və Şeyxülislam bu 4 dənə ixtilafı, əhl-i-sünnə arasında olan ixtilafı qeyd edir. Ondan sonra Abdülfadil Saksaki rahimehullah deyir ki, namazı tənbəllik səbəbi ilə tərk edən qılmayandır, müsəlmandır. Bu da İmam Əhmədin məzhəbində ən doğru bir rəydir. Lakin mənsurlərdir əhl-i sünnəti bu rəyinə görə murci adlandıraraq deyirlər ki, onların bu sözü ona dəlalət edir ki, onlar əməli imandan görmürlər. Subhanallah. Nə deyir? Deyir ki, onlar əhl-i sünnəti bu rəyinə görə murci adlandıraraq deyirlər ki, onların bu sözü, hansı ki, namazı tənbəllik səbəbi ilə tərk edən müsəlmandır sözünə görə, onların bu sözü ona dəlalət edir ki, onlar əməli imandan görmürlər, deyirlər. Görürsünüz? Əhl-i sünnəti və cəmaatı. Namazı tənbəlliklə tərk edənə, müsəlman saydıqlarına görə ittiham ediblər ki, bu sözlərinə görə onlar deyirlər ki, əhl-i sünnə əməlidir, imandan görmürlərdir. Həmçinin Mərvazi yenə də Qadrus Saləhdə deyir ki, namazı tərk edəni kafir görməyənlər içərisində əhl-i hədis olan İmam Şafi, Süfyan Əs-Sovri, Əbu Ubeydə, Əl-Qasim və Allah onlardan razı olsun və sair alimlər deyir, bu rəydə olublar ki, namazı tənbəllik səbəbi ilə fərziyyətini inkar etmədən, tərk edən, qılmayan bir kimsə müsəlmandır. Çox eşitmişik ki, onlar söyləyirlər ki, bu məsələdə icma var. Sahabələr bu məsələdə icma ediblər. Əgər icma varsa, necə ola bilər ki, siz deyirsiniz ki, namazı tənbəllik səbəbi ilə tərk edən müsəlmandır. Subhanallah. Mən buradan həmin o icma deyən kəslərə səslənib deyirəm. İmam Abu Hanifə, İmam Malik, İmam Şafi, İmam Əhməd, Əbu Ubeydə Əl-Qasim, bütün Şeyx Albani rahimehullah, bütün bu alimlər icmanın, sahabələrin icma etdiklərini bilmədilər. Lakin Bakı kimi yerdə, Əhmədli qəsəbəsində bir nəfər çıxdı, söylədi ki, bu məsələdə axı sahabələr icma ediblər. Bu qədər sadaladığım alimlər, hansı ki, İslam ümməti üçün bu qədər işlər görüblər, onlar icmanın olduğunu bilmədilər. Amma hansısa İslama yeni başlamış, yeni kitab vərəqləyən bir kimsə, ağlı onlardan daha çox işləyib, başa düşüb ki, akası sahabələr icma ediblər. Heç bu alimlər bilməyiblər bunu. Şeyx Albani rahimehullah bu qədər kitablar oxuyub, bu qədər kitablar təhqiq edib, bilmədi ki, sahabələr icma ediblər. İkincisi də deyirəm ki, qardaş, 14 əsrdə alimlər bu məsələdə bir-biri ilə münaqişə edirlər. Bu məsələdə yüzlərlə kitablar yazılıb. Namazı tərk edən hökmü. Hüseymin yazıb namazını tərk edən hökmü.
deyir ki, kafirdir. Şeyx Albani yazıb namazı tərk edən hökmü və deyir ki, müsəlmandır. Və qiyamətə kimi də yazılacaq bu kitablar. Dərslər nə qədər, yüzlərlə disklər, kasetlər çıxıb bu barədə. Yəni, bu qədər alimlər bilmədilər ki, icma var. İndi, baxın, görün, İmam İbn Munzir, rahiməhullah, icma məsələlərində görkəmli alimlərdən sayılır. İmam İbn Munzir, icma məsələlərində görkəmli alimlərdən sayılır. İmam İbn Munzir deyir ki, deməli, 24, Əl-İcma adlı kitabında, 148-ci səhifədə deyir ki, namazı tərk edənin küfrlə ittiham edilməsi məsələsində deyir, həmin o kitabında, namazı tərk edənin küfrlə ittiham edilməsi məsələsində deyir, mən bu məsələdə heç bir icma tapmadım, deyir. Mən bu məsələdə heç bir icmanın olduğunu tapmadım. İbn Munzir hansı ki, əhl-i alimləri içərisində icma məsələləri ilə tanınan, görkəmli alimlərdən sayılır və deyir ki, mən bu məsələdə heç bir dənə icma tapmadım, deyir. İndi, diqqətlə qulaq asın, görün, İmam Həmbəli məhzəbində olan İmam Əl-Mardavi, rahiməhullah, İmam Əhmədin məhzəbində olan, Həmbəli məhzəbində olan böyük alimlərdən, görün o nə deyir İmam Əhməd üçün? Deyir ki, İmam Əhmədin məhzəbində olan mübahisəli məsələlərə ən doğru rəy kitabında deyir, bizim məhzəbdə ən doğru rəy namazı tərk edənin kafir olmadığı rəydir. Həmbəli məhzəbində ən doğru rəy namazı tərk edənin kafir olmadığı rəydir. Bunu da deyir Əl-İnsaf kitabı 1-ci cild 402-ci səhifədə. Ona görə qardaş, o kəslərə səslənirəm ki, hansı ki deyirlər ki, icma var. Qardaş, icma yox, ixtilaf var. İcma yox, ixtilaf var. Və əgər ixtilaf varsa bu məsələdə, hər bir müsəlman haqlıdır ki, hər hansı bir rəyə götürsün və o rəylə getsin. Heç bir insanın, heç bir müsəlmanın ixtiyarı yoxdur ki, onu ittiham etsin ki, sən ircaz, murciyasan. Və yaxud da digər tərəfdə, obursu tərəfi ittiham etməyə ixtiyarı yoxdur ki, desin ona ki, sən xavarizsən. Əgər sən xavariz desən, birbaşa ittiham edəcəksən Şeyx Hüseymini, ittiham edəcəksən İbn Bazı, əksini deyəcəksənsə, ittiham edəcəksən İbn Abu Hənifəni, Maliki, Şəfi, İmam Əhmədi. İndi baxın, görün və diqqətlə qulaq asın, görün Şeyx Ubeyd Əl-Cəbiri, Hafizahullah, Məkkə Mədinənin şeyxlərindən, sələfi şeyxlərindəndir. Bu şeyx namazı tərk edənin böyük küfür sayan alimlərdən idi. İndi rəyini dəyişib. Bu fətva YouTube-da da kim istəsə izləyə bilər. Var orada. Görün nə deyir. Subhan, diqqətlə qulaq asın. Namazın fərziyyətini təsdiq edərək tənbəllikdən tərk edən kafirdir, yoxsa fasik? Bu məsələdə alimlər arasında iki rəy var. İmam Abu Hanifə, Zuhri, İmam Malik, İmam Şafi, İmam Əhməd gələn iki rəydən biridir ki, Həmbəli alimlərinin və bir çox alimlərin rəyidir ki, belə bir kimsə fasiqdir. İmam Əhməddən gələn ikinci rəydə isə İmam Əhməd deyir ki, o insan kafirdir. Hər iki qrup bu barədə sünnədən öz dəlillərini zikr edirlər. Mən isə bir neçə mühüm faydanı qeyd edəcəm. Birinci, hər iki rəydən birini özünə seçən kimsəyə digər tərəfi pisləməsi icazəli deyildir. Eşitdiyiniz kimi hər iki tərəfdən dəlillər və sübutlar vardır. Sələf alimlərindəndir. Əksinə, kimsə öz rəyinə dəlilləri varsa, qoy zikr etsin. Lakin kimisə öz rəyini qəbul etdirməyədir, məcburdur, etməsindir. Lakin bu məsələdə həddi aşaraq insanları ittiham edən kimsələr bidətə yol vermişlərdir. Bunu hiss etsə də, etməsə də belə. İkinci deyir ki, sonuncu suala gəldikdə isə, bir dənə də olsun sünnə əhlindən olub, İslam şəriətini bilən alim bu məsələdə heç bir zaman həddi aşmamışdır. Görürsünüz, İslamın şəriətini, sünnənin, Quran və sünnətin məqsədini başa düşən bir alim heç vaxt bu məsələdə həddi aşmayıb. Həddi aşaraq digər tərəfdəki olan, qarşıdakı olan, rəydə olan alimləri, insanları ittiham etməyib. Bu günləri ayıb olsun o insanlara ki, hansı ki, videoroliklər gətirirlər ki, qoyurlar ki, Şeyx Albani xəta edib bu məsələdə. Halbuki, görkəmli alim, İslamda böyük bir yer tutan Şeyx Hüseymin rahiməhullaha gəldilər, dedilər ki, Şeyx Albani rahiməhullah bu cür nə deyir? Namaz qılmayanı müsəlman sayır, tənbəllikdən. O dedi, murciədir,
Şeyx Hüseymin nə dedi? Subhanallah, deyir, Albaniya murciə deyən, ya tamir Albaniya kim, ya bilmir murciə nə olan şeydir. Gördünüz necə öz qardaşının haqqını qorudu? Görün nədir? Namazı tənbəllikdən tərk edənləri fasik sayan alimlər, namazın tərkini böyük küfür alimlərdən heç kimi xavaricdir adlandırmamışdır. Əksini söyləyənlər də digər tərəfi ircalıqda heç vaxt ittiham etməmişdir. Bu cür ittiham son zamanlarda bəzi kimsələrdən, həddadilərdən, Mahmud Əl-Həddadın tərəfdarlarından, Qutubilərdən, Muhammed İbn Qutubun tələbəsi Səfər Havalidən çıxmışdır, deyir. Onlardan çıxıb ilk kəlmələr ki, hansı ki, onlar başlayırlar ittiham etməyə digər tərəfi ircalıqda, deyir. Onlar deyirlər ki, sən murciyəsən. Nə üçün sən namazı tənbəllikdən tərk edəni kafir görmürsən, deyir. Nə üçün onu küfürdə ittiham etmirsən? İndi baxın, görün, Şeyx Ubeyd Əl-Cabiri Hafizəhullah nə deyir? Başa düşmədim. Mən deyir, sənin nəfsi istəyibə tabi olmalı, ya. Sənin dediyin kimi deməliyə. Bir də ki, mən böyük çoxluq alimlərindir məzhəbinə qayıtmışam bu məsələdə. Bilin və agah olun ki, mənə çatan dəlillərə əsasən namazı tənbəllikdən tərk edən fasik olması rəyinidir, qəbul edərəmdir. Bax, deyir, mən deyir, qəbul edərəmdir. Kim istəyirsə bundan sonra məni deyir, icralıqda ittiham etsin, deyir şeyx, deyir. Mən deyir, hər heç kəsə deyir, məni köhnə rəyimə deyir, dönməyə deyir, məcbur edə bilməz. Nə üçün? Çünki mənim üzərimdə hakim deyildir, deyir. Və deyir ki, nə üçün sən buraya götürmüsən? Bu onun işi deyildir. Çünki mənim əlimdə ilk sələf imamlarının dəlilləri vardır. Əgər məni icalıqda ittiham etmək istəyirsənsə, onda deyir, başda birinci onları ittiham etməyə. Kimləri? Bizdən öncə olan sələfləri. İttiham etdir onları. İttiham edə biləcəksən? Yox. Əgər məni icalıqda ittiham etsən, onları da ittiham etmiş olacaqsın. Əgər desən ki, yox, mən onları ittiham etmirəm, nə üçün məni ittiham edir onda? Nə üçündür onda məni ittiham edirsən? Çünki sənin deyir, boynunun üstündə deyir, qılıncın iti tərəfi deyir, dayanmayıb, ona görədir. Onların vaxtında desəydin, səni dərhal cəzalandırardılar. Bu dilivi kəsərdilər o sözlərimə görə, alimləri dediyimə görə. Amma bu günləri sənin başının üstündə deyir, o qılıncın iti hissəsi dayanmayıb. Ona görə deyir, deyilsəndir. Səndir, nə sünnəni başa düşmüsən, nə də dərk etmisəndir. Bunu Şeyx Ubeyd Əl-Cabiri, Hafizəhullah deyir. Bu barədə fətvanın YouTube'da var, istəyənlər girib oradan dinləyə bilərlər. Ərəbcəsi də var. İkinci, bir şeyi də qeyd etmək lazımdır ki, qardaşlar, bilin ki, o kəslər ki, hansı ki, alimlər, bu ümmətin alimləri, namazı tərk edəni, istər tənbəllikdən, istər qeyri-tənbəllik olsun, tərk edəni kafir sayıblar, onlar da ümumi şəkildə bunu söyləyiblər. Onlar da ümumi şəkildə söyləyiblər. Necə ki, Peyğəmbər sallallahu əleyhi və səlləm hədisində buyurur ki, bizimlə onlar arasında ət və iman namazdır. Kim onu tərk edərsə nə deyir? Kafirdir. Və alimlər bu hədisi ümumi olaraq qeyd ediblər ki, namaz qılmayan kafirdir. Xüsusi şəkildə barmaqla kimi göstərir, kimisə göstərir deməyiblər ki, baba namaz qılmırız, kafirdir o insan. Bu cür nə olmayıb? Onlar bu cürünə cahillik etməyiblər. Baxın, görün, Şeyx Salih Əli-Şeyx, hansı ki, bu günləri Saudi Ərəbistanda sərf etmirəmsə, Xarici İşlər Naziridir. Sərf etmirəmsə. Şeyx Salih Əli-Şeyx, Hafizəhullah, namazı tənbəlik səbəbi ilə, istəyir tənbəlik olmaz, tərk edəni kafir görən alimlərdəndir. Görün nə deyir. Deyir ki, namazı tənbəlik və s. təbəblərə görə tərk etməkdir, böyük küfürdür. Lakin onun küfrü zahiri küfürdür, batini deyildir. Burada bir açıqlama edək ki, zahiri nədir, batini küfür nədir? Və alimlər qeyd edirlər ki, insanın küfrlə əlaqəsi üç cürdür. Zahiri odur ki, insan açıq aydın zahirdə küfr edir. Lakin qəlbində isə kafir deyildir. Necə ki, bir kimsə təvil edərək cahilliyindən nədir? Küfr edir. Allah Subhanahu ayələrini təvil edir. İkinci, həm zahirdə, həm də batında küfr edir. Bu o deməkdir ki, eyni vaxtda həm zahirindədir, həm də batinində də kafirdir o insan. Bu da xristiyanlar, yahudi və xaçpərəstləri buna göstərmək olar. Həm zahirən, həm batinəndə onlar kafirdirlər. İkinci batini odur ki, zahirən onda heç bir küfür görsənmir. Lakin qəlbində isə nədir? Kafirdir o insan. Bu da münafiqlərin əlamətidir. Münafiqdir. Münafiq zahirən İslamın büruza verir. Zahirində heç bir küfür yoxdur, lakin daxilində nədir? O insan kafirdir.
Və şeyx sözünə davam edər, deyir ki, bu sözləri Şeyx Salihli Şeyx Ərbəin Ən-Nəvəviyyənin şərhində qeyd edir. 40 hədisin şərhində. Deyir ki, bir kimsənin sadəcə namazı tərk etdiyinə görə dindən çıxdığı hökmü verilməzdir. Lakin ümumi olaraq deyilir ki, baxın, ümumi olaraq deyilir ki, kim namazı tərk edərsə kafirdir. O ki, qaldı fərdi, müəyyən şəkildə kimisə küfürdə ittiham etməyə və kafirlərə tətbiq olan qaydaları onun üzərinə tətbiq etmək üçün vacibdir ki, bu işidir qazı etsindir. Qazı onun o şübhələrini aradan qaldırır, maniyələrini dəf edir və ondan sonra onun üzərinə edir, o hökm tətbiq olunur. Çünki qazı ondan bütün şübhələri dəf edir, onu tövbə etməyə çağırır və namazı başlayana qədər onu nə edir? İslamı namaza dəvət edir. Buradan da bir fayda çıxır ki, ümumi olaraq hökm verir, lakin xüsusi hökm vermir. Kafirlərə tətbiq olunan hökmləri onlara tətbiq etmək o vaxt olar ki, qazı onun bütün şübhələrini qaldırsın və hökm çıxarsın. Buradan da daha bir fayda var ki, qazı namaz qılmayan bir müsəlmanın namaza dəvət etməsi dəlildir ki, namaz qılmayan kafir deyildir. Çünki kafirin namaza yox, İslama, şəhadət kəlməsinə dəvət etmək lazımdır ilk. Yəni, onun namaza çağırması artıq dəlildir ki, o insan nədir? Müsəlmandır. Onu şəhadətə çağırmır ki. Çünki o şəhadəti inkar etmir. Və belənsə bir münaqişə var İmam Şafi ilə İmam Əhməd arasında, eşitmişsin. Lakin bu rəvayət zəifdir, Şeyx Albani zəif deyib. Fayda olsun deyirəm, orada İmam Şafi deyir ki, şeyxə ki, İmam Əhmədə ki, eşitmişəm ki, bəs namaz qılmayanı kafir görürsən. Deyir, bəli, namazı tərk etdiyinə görə mən onu kafir görürüm. Deyir, axı, o namazı tərk edib, şəhadəti ki, tərk etməyib. Şəhadəti ki, tərk etməyibdir. İmam Tahavi Rahiməhullah görün nə qeyd edir. Deyir ki, namazı tərk edənin, qılmayanın kafir olmadığına dəlil odur ki, biz kafirə namaz qılmasını əmr etmirik. Əgər namazı tərk edən, qılmayan kafir olsaydı, biz onu İslamı qəbul etməsini əmr edərdik. Əgər İslamı qəbul etsə, ondan sonra biz onu namaz qılmağıdır əmr edərik. Lakin biz belə etməyib, ona namaz qılmasını əmr edəyik. Çünki o namaz əhlindən sayılır. Çünki o namaz əhlindən sayılır. Həmçinin, qardaşlarım, sonuncu bir şeyi də qeyd edək, fayda olsun. Onun ki, əhl-i-sünnə alimləri qeyd ediblər ki, heç bir maniyə və heç bir çətinlik olmadan, yəni namaz qılmaqdan imtina edən və öz inatkarlığını ölüm qorxusu olsa da belə davam etdirərsə, əhl-i-sünnə alimləri belə bir kimsəyə kafir deyirlər. Və Şeyxülislam İbn Teymiyyə Rahiməhullahın da qeyd etdiyi kafir o kəsdir ki, hansı ki, onun başının üzərində qılın ziyanı və ona deyilir, namaz qıl, o yenə də nə edir? Namaz qılmağı inkar edir. Belə bir kimsəni müsəlman sayan, o murciə demək olar ona. Belə bir kimsənin kafir olmasında əhl-i-sünnə nə edir? İcma edir. İbn Teymiyyə deyir ki, əgər insan namaz qılmaqdan ölüm hədəsi olduqda belə imtina edərsə, bu sübutdur ki, belə ki, bir kimsənin qəlbinin dərinlikdə namazın fərziyyətini qəbul etmir və onun qılınmasını da zəruri görmür. Müsəlman alimlərin icması ilə belə bir kimsə kafirdir, sahabələrdən gələn əsaslara əsasən. Bunu da Şeyxülislam İbn Teymiyyə Məcmu Fətavasında 22-ci cilddə 48-ci səhifədə bunları qeyd etmişdir. Bu qısa da olsa, qardaşlar, yəni çalışdım ki, Allah Subhanahu taalanın izni ilə əhl-i sünnətin İslamın ərkanlarının, dayaqlarının tərk edənin hökmü barəsində müsəlmanlara çatdırım. Vallahi niyyətimiz bu məsələdə çaşqınlığa düşən, bu məsələdə azan qardaşlarımızın doğru düzgün yola qayıtmaları üçün bir səbəb etsin Allah Subhanahu taala bu mövzuda. Amin. Dua edirəm ki, Allah Subhanahu taala bu məsələdə yəqin olan qardaşlarımızın yəqinliyini daha da artırsın. Amin. Həmçinin qardaşlar, dua edirəm ki, Allah Subhanahu taala bu məsələdə olan şübhəsi olan qardaşlar var ki, Allah Subhanahu taala bu dərsin səbəbi ilə onların o şübhələrinin aradan qalxması üçün də bir səbəb etsin. Amin. Niyyətimiz budur. Bundan başqa bizim Rəbbimizdən istəyimiz bir şeyimiz yoxdur. Sözsüz ki, hər bir müsəlman, hər bir dəvətçi istəyir ki, Allah Subhanahu taalanın dini doğru düzgün şəkildə insanlara çatdırılsın. İnsanlar doğru düzgün şəkildə anlasınlar. Vallahi,
Allah Subhanahu taalanın dini asandır. Allah taalanın asanlaşdırdığı kimsə üçün. Peyğəmbər sallallahu əleyhi və səlləm hədisində buyurur, kimdir Allahın dinini çətinləşdirməyə çalışar, Allah taalanın dini ona qalib gələr. Allah taalanın dinini o qədər çətinləşdirirlər insanlara ki, yəni bunu mən özümdən demirəm. Bunu mən nə qədər qardaşlar olub ki, hansı ki, bir yerdə oturmuşuq, durmuşuq, ibadətlərimiz, lakin sonradan onlar azıblar bu yoldan. Elləri olub ki, qayıdıb gəliblər. Nə deyirlər? Deyirlər ki, biz cəmaatı meçidlərdən uzaqlaşdırırdıq Kamal. Çalışırdıq ki, cəmaat meçidlərə getməsin, elm əhlinə oturub durmasın. Amma özümüzü deyir, unutmuşduq. Nə saqqalımız var, nə sünnətləri yerinə yetirirdik deyir. Nə cümə namazında iştirak edirik, nə bayram namazları qılırıq. Qıldığımız nədir? 5 nəfər, 10 nəfər yığışırıq çayxanada, yığışırıq kimisi evində namaz qılırıq. Artıq deyir, iman, zad, hər bir şey əldən gelmişdir. Siz təsəvvür edin ki, hər birinizə bu sualı verirəm. Namazlarda iştirak edirik gündəlik. Cümə namazlarına çalışırıq gedək. Bayram namazlarına çalışırıq iştirak edək. Gündəlik 5 dənə namazları çalışırıq iştirak edək. Dərslərdə elm tələbələrini iştirak edək. Bununla bərabər imanımızı qorumaq nə qədər də çətindir. Yenə də şikayət edirik, deyir ki, qardaş, imanı qorumaq çətindir. Siz təsəvvür edin ki, bunların heç birini onlar etmirlər. Bütün bunları tərk edirlər. Bunlardan uzaqlaşıblar. Subhanallah, o ilə iman qorumaq olar, qardaş. O ilə insanda iman qalar. Bir dənə fikir verin onların danışıqlarına. Söyüşdən, təhqirdən başqa heç bir şey yoxdur. Söyüşdən, təhqirdən başqa bir şey yoxdur. Ağzını açanda elə bir sərt şəkildə danışır ki, subhanallah, cahil olan bir insan əbədiyyən ondan heç bir şey götürməz. İnsanlara qarşı qaşqabaqlı, insanlara qarşı sərt. Namaz qılmayan görəndə elə bir nə görür. Halbuki Peyğəmbər s.ə.v insanlara qarşı rəhimli, mərhəmətli idi. Allah Teala onu onun üçün göndərir. O rəhimli idi insanlara. Sərt qəlbli olsaydı, Allah s.ə.v nə buyurur? Heç kəs qalmazdı deyir sənin yanında. Hamı dağılışıb nə edərdi? Çıxıb gedərdi. Lakin Peyğəmbər s.ə.v gözəl bir şəkildə onları insanlara dəvət edirdi. Halbuki Peyğəmbər s.ə.v-in dövründə olan müşriklər, dəvət etdiyi müşriklər, subhanallah, indiki özlərini İslam'a nisbət edən müsəlmanlardan 5 bətər gündə idilər. Onlar Quranı inkar edirlər. Onlar Peyğəmbərə qarşı döyüşürdülər Peyğəmbər s.ə.və qarşı. Onu öldürməyə an axtarırlar ki, onu necə qətlə yetirsinlər. Amma yenə də Peyğəmbər s.ə.v onlara qarşı mülayim idi. Yenə də onları dəvətində çalışırdı, gözəl bir şəkildə onları əxlaqla başa salsın. Onun bir dəvətçi olmaq, mən deyərdim ki, yer üzündə ən çətin bir nədir? Professiya deyilir, sənət deyilir. Dəvətçi ən çətin bir sənət. Dəvətçi gələk hər bir şeyi bilsin. İnsanlarla necə söhbət edəsin, necə danırsın. Ona görə də, vallahi qardaşlar, çalışın ki, həmişə Quran və sünnəyə, Peyğəmbər s.ə.v sahabələrin sözlərini, yenə də əvvəldə söylədiyimiz kimi, bir dənə rəyi götürüb bu məsələni örgənib digər tərəfi ittiham etməkdə yox. Əksinə, o tərəfin də dəlillərini, rəyini örgənmək, nə üçün bunlar bunu deyirlər? Bir baxın, görün, bunların bəlkə dəlilləri var, bəlkə sübutları var. Adi bir məsələ də, qardaş, imamın arxasında Fatih surəsini oxumaq olar, yoxsa olmaz. İndi mən durum, başlayayım, mübarizə aparım ki, siz niyə görə imamın arxasında Fatih surəsini oxuyursınuz? Axı, Peyğəmbər Allah Subhanahu taala buyurur axı, Quran oxunduğu zaman susun, dinləyin, yoxsa əməlləriniz puç olur. Axı, Peyğəmbər s.ə.v buyurub, axı, kimin Fatihəsi yoxsa onun namazı yoxdur. Durmadı, səhərin axşama kimi bunların mübarizə aparın. Və yaxud o əksi mənlə mübarizə aparsın. Ona görə nə etmək? Çalışmaq lazımdır, gözəl bir şəkildə, əxlaqla insanlara dəvət etmək, insanlara başa salmaq. Allah Subhanahu taala dua edirəm ki, Allah Teala bizləri fitnədən və onun əhlindən qorusun. Dua edirəm ki, Allah Subhanahu taala bizləri haqqı haqq olaraq göstərsin, o haqqa tərəf yürüməkdə yardımcı olsun. Allah Teala bizlərə batili batıl olaraq göstərir və batildən uzaqlaşmaqda, qaçmaqda bizə yardımcı olsun. Və bizləri yalnız müsəlman olaraq bu dünyada köçsün. Subhanallah, Allahumma, liyəşənən də əstəğfirullah.